Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə anonslarla tanış olaq. Bəzi ərzaq bazarlarında antisanitar vəziyyət hökm sürür. Bu vəziyyət zəhərlənmə hallarının artmasını gücləndirir. Qida təhlükəsizliyinin təmin edilməsində qida tənzimləmələrinin rolu nədən ibarətdir? Qida istehsalçıları üçün beynəlxalq tələblərə uyğunlaşma nə kimi üstünlüklər yaradır? Realda qida verilişinin bugünkü buraxılışında çox maraqlı bir mövzunu müzakirə edəcəyik. Qida tənzimləmələrindən danışacağıq, amma əvvəlcə gəlin ötən həftə qida sahəsində baş verən əsas xəbərlərlə tanış olaq. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi bildirişlərinə əsasən region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizodik vəziyyətdə son aylar ərzində sabitləşmə meylləri müşahidə olunub və xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunan rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və monitorinq nəticələrinə əsasən epizodik durum stabil qiymətləndirilir. Bunu nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstandan damazlıq və yetişdirmə üçün gətirilən heyvanların idxalına tətbiq edilmiş məhdudiyyət 2025-ci il 1 dekabr tarixindən etibarən aradan qaldırılıb. Onu da qeyd edək ki, baytarlıq sanitariya tələblərinə tam əməl olunduğu, epizodik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə də qonşu ölkədən rəsmi zəmanət təqdim edilib. İran İslam Respublikasından ölkəmizə idxalı üçün müraciətlər daxil olmuş portaxal məhsullarının bəzi partiyalarında istifadəsinə yol verilməyən, eyni zamanda insan həyat və sağlamlığı üçün təhlükəli olan Citrus Red 2, yəni Citrus qırmızısı 2 adlı rəngləyici maddə aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı açıqlama yayıb. Məhsulların ölkəyə idxalının qarşısı alınmış, eyni zamanda İran İslam Respublikasından ölkəyə İdxal olunan portağal məhsulları ilə bağlı fiziki nəzarət tam əhatəli rejimə keçirilmiş, yəni bütün məhsullar laborator müayinələrə cəlb edilməklə nəzarət daha da gücləndirilmişdir. Onu xüsusi qeyd etmək lazımdır ki, cari ildə İrandan ölkəmizə portağal məhsullarının idxalı ilə bağlı 33 müxtəlif şirkətlərin müraciətləri qeydə alınmış, bu uyğunsuzluq isə 3 şirkətə məxsus məhsullarda aşkar edilmişdir. Qırmızı narıncı rəngli bu maddə beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən qrup 2B, yəni insanlar üçün ehtimal olunan kanserogen kimi təsnif edilib. Bu səbəbdən ölkəmizdə qanunvericiliklə bu rəngləyicinin qida əlavəsi olaraq heç bir qida məhsulunda istifadəsinə yol verilmir. Eyni zamanda beynəlxalq qida standartlarını hazırlayan Codex Alimentarius Komissiyasının standartlarında və Avropa İttifaqının müvafiq reqlamentlərində bu maddənin qida məhsullarında tətbiqi qadağan olunur. Amerika Birləşmiş Ştatlarında yalnız portaxal məhsulunun üz qabığını rəngləmək məqsədi ilə bu maddənin çox xüsusi məhdudiyyətlər çərçivəsində istifadəsinə yol verilir ki, bu halda portaxallar tam yetişmiş olmalı, tətbiq edilən maddənin miqdarı məhsulun çəkisinin ən çoxu milyonda 2-si qədər olmalıdır. Eyni zamanda bu maddə tətbiq edilən portaxallar yalnız qabığı soyularaq istehlak üçün nəzərdə tutulmuş məhsullar olmalıdır. Yəni, onlar növbəti emal sənayesi üçün, məsələn, meyvə
meyvə şirələrinin, marmeladların istehsalı üçün xam mal kimi nəzərdə tutulmamalıdır. Onu qeyd eləmək lazımdır ki, ABŞ-ın Qida və Dərman Federal Qida və Dərman Administrasiyası cari ildə bu maddənin ABŞ-da da tamamən qadağan edilməsi ilə bağlı proseslərə başlandığını bildirmişdir. Sonda qeyd eləmək lazımdır ki, qida əlavələri, o cümlədən təbii qida rəngləyiciləri dünyada qida sənayesində çox geniş istifadə olunan məhsullardır. Bunlar qida rəngləyiciləri müxtəlif qənnadı məhsullarında, şirinləşdirici içkilərdə və digər qida kateqoriyalarında istifadə olunur ki, bu halda yalnız bu məhsullar istifadə şərtlərinə əməl etməklə tətbiq edildikdə insan həyat və sağlamlığı üçün heç bir təhlükə törətmir. BMT-nin CEQVA, yəni Qida Əlavələri üzrə Ekspert Komitəsinin illər uzun sürən risk təhlilləri, risk qiymətləndirmələri nəticəsində hər hansı bir qida əlavəsinin, o cümlədən qida rəngləyicisinin istifadəsinə icazə verilir ki, bir çox ölkədə, o cümlədən bizim ölkəmizdə həmin bu risk qiymətləndirmə nəticələrinə əsaslanaraq ölkədə qida əlavələri ilə bağlı tənzimləmələri həyata keçirilir və qida əlavələrini ölkədə qeydiyyatda alır. Bəhs olunan bu maddə isə ölkəmizdə qida əlavəsi və ya qida rəngləndiricisi kimi qeydiyyatda deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş təşkil olunub. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəmiz davam edir. Və bununla əlaqədar olaraq növbəti görüşümüz Bakı şəhəri 46 nömrəli tam orta məktəb və Bakı Slavyan Universitetinin nəzdində məktəb lisey kompleksində həyata keçirildi və görüş çərçivəsində 500-dən artıq şagird məlumatlandırıldı. Tədbirdə iştirak edən hər iki məktəbin 500-dən artıq şagirdinə agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəblərə maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Mən qazlı sular içə bilmirdim, yəni əvvəldən su içirdim. Prosta fast foodların yanında dadlı olsun deyə şirəli içkilər içirdim. Daha çox şirəli içkilərdənsə su, daha təbii məhsullar içmək lazım olduğunu öyrəndim. Tövsiyə edirəm ki, sinif yoldaşlarıma da, dostlarıma da daha az istifadə eləsinlər bu qidalardan. Qeyd edək ki, Sağlam Məktəbli layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumi təhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb. Müştəriyə satarkən niyə əlcəksiz məhsulları satışlar? Elə indi gəlmişəm ay oğlu, elə düzəldib ki, yeyirəm, əlcəyim də var. Bir dənə zəhmət olmasa yaxınlaşın. Burada milçəklər uçur, cücülər. Cücünü var idi, ölsün xala qurban. İndi cücü Allahın cücüsüdür, nə var onun? Hal-hazırda bunun təhlükəsizliyi, məhsulların təhlükəsizliyi doğru təmin olunmur. Yeyib də baxa bilərsiniz. Antisanitar vəziyyətdə satışlar həyata keçirilir. Turşuların və pendir məhsullarının və süt məhsullarının temperatur rejiminə diqqət edilmir, soyucu vitrinləri olmadığını aşkarladır. Ümumi bazarın vəziyyəti, sanitar vəziyyəti və gigiyen vəziyyəti qənaət bəxş deyildir. Bir də içəri baxa bilərik. Bu sahə nə sahədir? Heyvan kəsib, soyur, yox. Burada heyvan tükləri var. Vətəndaşa nə sənədlər verir? Bu heyvanın sağlam olub olmadığını hardan bilə bilərik? Sabunçu bazarında hal-hazırda qanunsuz kəsimləri olduğunu aşkarladır və diri olan heyvanların sənədləri olmadığını, baytarlıq şahidətnaməsinin olmadığını və ekspertiz aktının olmadığını aşkarladır. Soyucularda ət qalıntıları, işkəmbələr, bağırsaqlar və qarınlar bu şəkildə saxlanılır.
Pozda gördüyünüz ətlər saxlanma şəraitinə, temperatur rejiminə riayət edilir. Faktiki dərəcəsi 11.9 saxlanılır. Ümumi müəssisədə ümumi mübadilə havalama sistemi quraşdırılmamışdır və ətlər gördüyünüz kimi vitrinlərdə açıq şəkildə saxlanılır. Evdən hazırlanıb gəlir ballar. Hardan gəlir sizə? Sizindir? Harada yetişdirirsiniz balı? Var mı sənədiniz? Almışsan. Kimdən almışsan? Özündən almışsan, ha? Özüm üçün almışım. Özün üçün almışsan. Bu boyda ballar. Bu boyda ballar özün üçün almışsan. Ət mağazasında ət satırsınız, həm də bal satırsınız. Balın sənədi yox, etiket məlumatları yoxdur. Bazar daxilində, bazar kənarında qanunsuz kəsim həyata keçirilir. Bunun üçün özəl kəsim məntəqələri var, orada kəsilməlidir. Hörmətli tamaşaçılar, realda qida verilişinin bugünkü buraxılışında biz tənzimləmələrdən danışacağıq. Qida tənzimləmələrin əsasları nədir? Beynəlxalq istinadlar və s. və ilaxır. Yeri gəlmişkən, buradan bildirək ki, biz agentlik olaraq yeni bir rubrikaya start veririk. Bu layihə çərçivəsində biz həm sahibkarlar üçün, həm istehlakçılar üçün maraqlı bir məlumatlar çatdıracağıq. Qida tənzimləmələri adlı bir rubrikanı həyata keçirəcəyik. Elə realda qida verilişində də bunun xüsusi buraxılışları yayımlanacaq. Bugün də elə realda qida verilişində biz qida tənzimləmələrindən danışırıq. Mövzunu studiyanın qonağı ilə müzakirə edəcəyik. Mənim qonağım Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılovdur. Salam verirəm sizə, xoş gəldiniz. Salam, xoş gördük. Elxan, mənim agentliyin əsasnaməsində də var ki, dövlət tənzimləməsi ilə paralel olaraq bu sahədə agentlik tənzimləməni də həyata keçirir. Ümumiyyətlə, qida tənzimləmələri nədir və ümumiyyətlə qida təhlükəsizliyinin təmin olunmasında rolu nədən ibarətdir? Buyurun, zəhmət olmasa. Təşəkkür edirəm. İlkin mən bu mövzu kifayət qədər aktual mövzudur. Bilirsiniz ki, qida təhlükəsizliyinin təmin olunması məhz qida təhlükəsizliyi sahəsində istifadə olunan müxtəlif tənzimləmələr vasitəsilə təmin edilir. Və bəzən sahibkarlarda, istehlakçılarda sual yaranır. Bu tənzimləmələr nə üçün lazımdır və məqsəd nədən ibarətdir və bəzən də narahatçılıqlar da olur. Ona görə çox düzgün vurğuladınız. Yəni bu belə bir mövzunun qoyulması kifayət qədər aktual bir məsələdir. İstehlakçılar və sahibkarlar üçün aydın olsun deyə biz qida tənzimlənməsi deyəndə nəyi nəzərdə tuturuq onu aydınlaşdıraq. Qida tənzimlənməsi deyəndə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən icazə sənədləri, müxtəlif normativ sənədlərin hazırlanması və təsdiq olunması, təsərrüfatlarda, obyektlərdə həyata keçirilən monitorinq və qiymətləndirmələr, bu kimi məsələlər nəzərdə tutulur. Və burada əsas məsələ ondan ibarətdir ki, bu qida tənzimləmələri nə üçün önəmlidir və məhz nəyə görə bu qida tənzimləmələrindən biz qanunvericilikdə və praktikada istifadə edirik. Dünyada qida təhlükəsizliyi o sahələrdən hesab olunur ki, bu vahid beynəlxalq sistemin bir tərkib hissəsidir. Bilirsiniz ki, elə sahələr var ki, orada milli xüsusiyyətlər daha çox üstünlük təşkil edir. Ancaq qida təhlükəsizliyi məhz qida məhsullarının beynəlxalq ticarətini tənzimlədiyinə görə qida təhlükəsizliyi sahəsində ölkələrin tətbiq etdiyi sistemlər məhz beynəlxalq ticarətə aid olan konvensiyalarla, sazişlərlə və ya beynəlxalq təşkilatların tələb və tövsiyələri ilə tənzimlənir. Qida təhlükəsizliyi elə bir sahədir ki,
onu beynəlxalq tələblərə 90-95% də belə uyğunlaşdırmaq olmaz, 100% uyğunlaşdırmaq lazımdır. Yəni o beynəlxalq sistemə uyğun olmasa, onda bu məhsulların beynəlxalq ticarəti mümkün deyil. Ona görə də burada vacib məsələ ondan ibarətdir ki, mütləq şəkildə biz dəyərli sahibkarlara, istehlakçılara bunu çatdırmağa çalışırıq ki, qida təhlükəsizliyi təbii ki, ilk növbədə ölkənin istehlakçılarının sağlamlığının təmin olunmasına xidmət etməklə yanaşı, eyni zamanda qida və kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətinə xidmət edən bir tənzimləyici qurumdur. Yəni üstünlüklər qazandırır onlar. Bəli, bir mənalı üstünlüklər qazandırır. Çünki bu sistemin beynəlxalq sistemə uyğunlaşdırılması artıq o məhsulların beynəlxalq ticarətini asanlaşdırır və idxalçı ölkələr tərəfindən təkrar prosedurlara cəlb edilməsini asanlaşdırır. Sualınıza gəldikdə çətinliklər təbii ki olur. Çünki yeni tənzimləmələr bizim xüsusilə də bu tənzimləməyə vərdiş etməyən sahibkarlarda əlavə bir bürokratik yük kimi görsənir və bəzən sahibkarlarda narazıçılıq yaradır. Bunu da anlayışla qarşılayırıq. Çünki sahibkar uzun illər bu tənzimləmə olmadan fəaliyyət göstərdiyinə görə belə qəbul edir ki, bu tənzimləmələr olmadan da mümkündür. Ancaq indi verilişin yəqin ki, bu rubrikanın gedişatında ayrı-ayrı tənzimləmənin elmi əsasları haqqında məlumat verəndə aydın olacaq ki, bu tənzimləmələr məhz təhlükəsizliyin təmin edilməsinə xidmət edən tənzimləmələrdir. Ancaq misal verək, deyək ki, sahibkarlar müraciət edirlər ki, biz ixracatçı ölkələr tərəfindən verilmiş müvafiq sertifikatları əldə edirik. Məsələn, ixracatçı ölkənin baytarlıq sertifikatını, ixracatçı ölkənin fitosanitar sertifikatını və ya sağlamlıq sertifikatını. Nəyə görə məhsul ölkəyə idxal olunanda həmin məhsula təkrar biz idxal sağlamlıq aktının alınması tələbini qoyuruq. Yəni niyə tanınmır da? Niyə tanınmır? Bəli, niyə bu tanınmır? Mən icazənizlə bunu bir sadə bir dildə bunu izah edeyim. Bəzən sahibkarlar bu qida məhsullarını bu sahədə olan qeyri-qida məhsullarının tənzimlənməsi ilə müqayisə edirlər. Misal üçün, qeyri-qida məhsullarına verilən uyğunluq sertifikatı ilə bağlı. Və bildirirlər ki, ixracatçı ölkələrdə uyğunluq sertifikatı veriləndə idxalçı ölkələr tərəfindən də tanınır və təkrar belə idxal sağlamlıq aktının alınması tələbi irəli sürülmür. Ancaq burada əsas məsələ elmi bir nüans var, o da ondan ibarətdir ki, biz peşəkar dildə qeyri-qida məhsullarının bu tənzimlənməsinə ticarətdə texniki tənzimləmələr deyilə beynəlxalq bir saziş var. TBT tənzimləməsi deyirik və həmin tənzimləmələr canlı olmayan orqanizmləri tənzimləyir. Yəni, qeyri-qida məhsulu olduğuna görə həmin məhsullar, deyək ki, elektron avadanlıqlar ola bilər, müxtəlif, belə deyək, kosmetik vasitələr ola bilər və yaxud da yuyucu vasitələr ola bilər. Bunlar özündə canlı orqanizmləri ehtiva etmir. Ancaq qida məhsullarının tərkibində canlı mikroorqanizmlər mövcud olduğuna görə qida məhsulu ixracatçı ölkəni tərk edərkən təhlükəsiz olsa belə daşınma şərtlərinin pozulması səbəbindən, temperatur rejiminin gözlənilməməsi səbəbindən, müddətin uzun, yəni daşınma müddətinin uzun olması səbəbindən həmin qida məhsulu idxalçı ölkəyə çatarkən qeyri-sağlam bir qida məhsuluna çevrilə bilər. Ona görə də qida məhsullarının qeyri-qida məhsullarından fərqli olaraq bütün dünyada ixracatçı ölkələrdə ixrac zamanı müvafiq icazə sənədləri verilməsinə baxmayaraq idxalçı ölkələr tərəfindən də yenə də risk əsaslı yoxlamaya, nəzarət tədbirlərinə cəlb edilməklə idxal sağlamlıq icazələri verilir. Ona görə eyni qaydada suallar olur bəzən. Məsələn, eyni məhsula biz nəyə görə idxal sağlamlıq aktının da alınmasını tələb edirik və dövlət qeydiyyatından keçməsini də tələb edirik. Bununla bağlı da sadə bir misalla bildirək ki, qida məhsulunun üzərində bəyan olunan göstəriciləri ilə içərisinin uyğun olması və yaxud da məsələn qeydiyyata alınan məhsullara misal versək, baytarlıq preparatlarının və yaxud da bitki mühafizə vasitələrinin üzərində bəyan olunanla içərisinin eyni olması hələ o məhsulun təyinatı üzrə effektiv və təhlükəsiz olması demək deyil. Biz idxal zamanı müəyyən edə bilərik ki, pestisidin üzərində göstərilən və yaxud da aqrokimyəvi maddənin üzərində göstərilən miqdarı məhz onun tərkibində mövcuddur.
bu məhsul idxal tələbləri zamanı uyğun məhsul hesab edilir. Ancaq bu məhsulun təsərrüfatda tətbiqi zamanı onun nə dərəcədə effektiv olduğunu müəyyən etmək üçün məhz bu dünyada yeni bir tənzimləmə ortaya çıxır. Bu məhsulların qeydiyyat prosedurudur və məhz bu qeydiyyat vasitəsilə məhsullar tarla sınaqları, müəyyən kliniki ekspertizalar hesabına onun effektivliyi və tətbiq zamanı təhlükəsizliyi müəyyən edilir. Ona görə də bir tənzimləmənin məqsədi... Və bunun üçün xüsusi bir komissiya da təşkil olunub, əlaqədar qurumlarla birgə. Müxtəlif dövlət orqanlarının burada həm ekoloji tərəfi, həm yanğın təhlükəsizliyi tərəfi, həm toksikoloji tərəfi, həm kənd təsərrüfatının səmərəliliyi tərəfi və bütün orqanlar tərəfindən rəy veriləndən sonraki bu məhsul bütün komponentləri üzrə təhlükəsiz və effektiv məhsuldur. Onda məhsulun dövlət qeydiyyatına alınır. Amma idxalı zamanı sadəcə dövlət qeydiyyatı zamanı göstərilən göstəricilərin real gələn məhsulda uyğun olub olmaması yoxlanır. Artıq həmin mərhələdə onun təhlükəsizliyini və effektivliyini müəyyən etmək mümkün deyil. Ona görə də dünyada qida təhlükəsizliyi sahəsində qəbul edilmiş tənzimləmələr çərçivəsi mövcuddur və Azərbaycan Respublikası da yalnız həmin tənzimləmələrdən istifadə edir və burada yeni tənzimləmələrin ölkə olaraq yeni tənzimləmələr müəyyən edilməsi və ya dünya praktikasında tətbiq olunan tənzimləmənin tətbiq olunmaması mümkün deyil. Çünki əvvəldən qeyd elədiyim kimi bu əks halda məhsulların beynəlxalq ticarətində çətinlik yarada bilər. Elxan müəllim, təşəkkürlü məlumatlar üçün. Agentlik fəaliyyəti dövründə misallar olaraq zəhmət olmasa deyərsiniz ki, hansı sahələr üzrə tənzimləmələri həyata keçirib və qarşıdakı belə deyək də vaxtda hansı planlar var? Çox sağ olun. İlkin mən bilirsiniz ki, qida təhlükəsi haqqında yeni qanun qəbul edilib və həmin qanundan irəli gələrək lisenziyalar, icazələr haqqında qanuna müvafiq olaraq bir sıra yeni tənzimləmələr müəyyən edilib. Burada ilk növbədə idxal sağlamlığı aktının verilməsi, məhsulların qeydiyyatı və digər belə deyək ki, tənzimləmələr var. Eyni zamanda agentliyin əsasnaməsi ilə bilirsiniz ki, həm də bitki mühafizə vasitələrinin dövlət qeydiyyatı, baytarlıq preparatlarının dövlət qeydiyyatı, baytarlıq arayışlarının verilməsi və sair kimi lisenziyalar, icazələr haqqında qanunun bilirsiniz əlavəsində agentlik tərəfindən verilən icazələrin növləri göstərilir. Burada həm də müxtəlif bitki mühafizə vasitələrinin saxlanma və istehsal yerlərinə dair anbarlara rəylərin verilməsi, baytarlıq klinikalarına dair rəylərin verilməsi. Bunlar hamısı bizim nəzərdə tutduğumuz tənzimləmə alətləridir. Bu alətlərin tətbiqi agentlik tərəfindən həyata keçirilir. Eyni zamanda yeni hal-hazırda bilirsiniz ki, agentlik tərəfindən 2 yeni qanun layihəsi hazırlanıbdır beynəlxalq ekspertlərin iştirakı ilə. Biri bitki sağlamlığı haqqında qanun layihəsidir, digəri isə heyvan sağlamlığı haqqında qanun layihəsidir və bu qanun, hər iki qanun hal-hazırda qurumlarla razılaşdırma mərhələsindədir və həmin qanunlarda da dünya təcrübəsində istifadə olunan optimal tənzimləmə alətlərin tətbiqi nəzərdə tutulubdur. Bununla bağlı müddəalar nəzərdə tutulub. Onu da bildirim ki, agentlik dövrü olaraq bu tənzimləmələrin optimallaşdırılması və sahibkarların lehinə yumuşaldılması istiqamətində müvafiq təhlillər aparır və təkmilləşdirmələr həyata keçirir. Əsas məsələ ondan ibarət ki, İlkin müəllim, bu tənzimləmələr ölkəyə məhsulun təhlükəsiz gəlməsinə və təhlükəsiz dövriyyəsinə imkan versin. Ancaq bu proses sahibkarların üçün həm də əlverişli biznes mühit yaratsın. Ona görə bu iki belə deyək, arqumenti, bu iki faktoru birləşdirməklə agentlik tərəfindən tənzimləmə çərçivəsi formalaşdırılır. Çox sağ olun. Təşəkkür edirəm. Biz verilişin əvvəlində artıq anonsu verdik ki, yeni bir layihəyə başlayırıq. Qida tənzimləmələri adlı rubrika bundan sonra deməli hər həftə realda qida verilişində, eləcə də agentliyin sosial şəbəkə hesablarında yayımlanacaq və düşünürük ki, bu layihə də elə ixracatçılar üçün, sahibkarlar üçün çox önəmli, vacib bir məlumatlandırma, maarifləndirmə olacaq. Təşəkkür bir daha studiyaya gəldiniz. Təşəkkür edirəm, uğurlar arzulayıram. Minnətdaram. Hörmətli tamaşaçılar, realda qida verilişinin bugünkü buraxılışında biz qida tənzimləmələrindən danışırdıq. Mənim qonağım Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri, hörmətli Elxan müəllim Mikailov idi.
toyuqları hardan tədarük edirsiniz? İsmail'den. Sizə 3 ay əvvəl verilən sənəd keçərli deyil. Bu toyuğun soyudulmuş halda 5 gün realizə müddəti var. Üzərində heç bir tarix yoxdur. Günəş şüasından qorunmalıdır məhsul. Soyuducumuz olmalıdır. Soyuducunun ön tərəfi qapalı olmalıdır. Burada bizim kürü məhsullarımız var, turşu məhsullarımız var. Onlar hansı formada, hansı cür istehsal olunub qablaşdırılıb, məlumat yoxdur. Bu məhsula dair heç bir təhlükəsizlik göstəricisi yoxdur. Ət məhsulu soyuducudan kənarda saxlanıla bilməz. Gəlin zəhmət olmasa çölə. Sizin burada heyvanı kəsməyinizə nə xırda buynuzlu, nə iri buynuzlu səlahiyyətiniz yoxdur. Həmin heyvanların sağlam olduğunu təsdiq edən baytarlıq arayışı olmalıdır. Siz öz kəsdiyiniz heyvana özünüz baytarlıq arayışı verə bilmərsiniz. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 17:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.